Tarix boyunca Türk orduları sayca az olsa belə iradəsi, strategiyası və qəhrəmanlığı ilə saysız-hesabsız zəfərlər qazanmışdır. Bu videoda düşməndən qat-qat az qüvvə ilə əldə edilən, tarixə qızıl hərflərlə yazılmış o möhtəşəm döyüşləri sizinlə paylaşırıq. Hazırsınızsa, keçmişə səyahətə çıxırıq. Səlcuqlu hökmdarı Alp Arslan, Bizans imperatoru Romanos Diogenesi 1071-ci ildə Malazgirt düzündə cəmi 20-30 minlik ordusu ilə məğlub etdi. Bizans ordusu isə 100 minə yaxın idi. Alp Arslanın ağıllı taktikası və türklərin çevik döyüş tərzi bu böyük qələbəni təmin etdi. Bu zəfərlə Anadolunun türkləşməsi başlandı. Osmanlı Sultanı Mehmet, Fatih Sultan Mehmet, Akkoyunlu hökmdarı Uzun Həsənə qarşı 1473-cü ildə Otluqbeli düzündə vuruşdu. Akkoyunlu ordusu sayca çox olsa da, Osmanlı ordusunun müasir silahları və döyüş nizamı qələbəni təmin etdi. Türkiyə İstiqlal müharibəsi zamanı Mustafa Kamal Paşa rəhbərliyindəki Türk ordusu, sayca və texnika baxımından üstün olan Yunan ordusuna qarşı Sakarya çayı ətrafında 22 gün davam edən döyüşdə böyük bir qələbə qazandı. Bu döyüş Türk millətinin yenidən doğuşunu simvollaşdırdı. Tarix göstərir ki, Türk orduları hər zaman sayla deyil, strateji düşüncə və iradə ilə döyüşlər qazanmışdır. Az ordu ilə əldə olunan bu qələbələr Türk hərb sənətinin və əskərinin qəhrəmanlığını dünyaya göstərmişdir.